Quba-İspik Xınalıq avtomobil yolunun 37-ci kilometrliyindən 50-ci kilometrinə qədər olan hissəsi güclü qar yağması səbəbilə bağlanıb. Həmçinin güclü yağışlar səbəbindən yola qaya parçaları, iri daşlar və kökündən çıxmış iri ağaclar düşüb. Nəticədə 7 yaşayış məntəqəsi ilə nəqliyyat əlaqəsini kəsib. Tam bağlıdır, yəni getdik geri qayıtdıq, tam Xınalığa qalxa bilmədik də. Saat neçə olacaq? Yollar əlbəttə bağlıdır, yollar bağlıdır, pis gündədir. Qar bir tərəfdən, sel daşqınlar bir tərəfdən. Ürəkaçan deyil. Hazırda təxminən 5000 sakinin və turistin istifadə etdiyi Quba-İspik Xınalıq avtomobil yolunun açılması istiqamətində aidiyyatı qurumlar tərəfindən işlər görülür. Hal-hazırda gördüyünüz kimi Quba-İspik Xınalıq avtomobil yolunun 35-ci kilometrdən 50-ci kilometrə olan məsafə nəqliyyat vasitələrinin hərəkətinə tam bağlıdır. Bunun səbəb nədir və nə işdir? Buna səbəb gördüyünüz kimi ərazidə deməli Azərbaycan Avtomobil Yolları Quba 5 nömrəli yol İctimai İdarəsinin ağır texnikaları işə cəlb olunaraq yolun hərəkət zolağını nəqliyyat vasitələri üçün bərpa etmək istəyir. Ancaq buna baxmayaraq deməli yolun hərəkət zolağında iri qaya parçaları və qar uçqunları buna bizə, yəni ki, işimizə çətinlik törədir. Yəqin ki, tez bir zamanda aradan qaldırmaq istəyirsiniz. Bəli, istəyirik ki, işi sürətləndirək. Ancaq bizim işi sürətləndirməyimizə baxmayaraq bildiyiniz kimi yolun keçdiyi relyef Böyük Qafqaz Sıra dağılan sıldırım qayalıq ərazisində keçdiyi üçün qar uçqunları mütəmadi burada baş verir. Yağıntılar həm də elektrik təsərrüfatını sıradan çıxarıb, dirəklər aşıb, naqillər qırılıb. Yaranan fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür. Əraziyə təmir bərpa briqadaları göndərilib. Yaşayış məntəqələrində elektrik enerjisinin verilməsi istiqamətində işlər görülür.